Bu günlərdə İlham Əliyev sosial şəbəkələrdə təhqir və cəmiyyətə hörmətsizlik hesab olunan ifadələr işlədən şəxslərin cəzalandırılması ilə bağlı qanun qəbul edir İlham Əliyev. Yəni bu qanuna əsasən sosial şəbəkələrdə vətəndaşlar təhqiramiz ifadələr işlətməməli, cəmiyyətə hörmətsizlik yaradan fikirlər səsləndirməməlidir. Rəsmini də göstərirəm. Dostlar, niyə görə bu qərar qəbul edildi? Lorudinə qısaca deyim, bitirim. Yəni, onsuz da cəmaat açıq şəkildə İlham Əliyevi heç kim söymür. Avropadaşlar orada İlham Əliyevin əli çatmır. Deməli, Azərbaycanda hamı İlhama olan qəzəbini Tolikdən, Baboşdan, Bayram Nurludan, Lalə Azərtaşdan, yəni İlham Əliyev ölkəni əxlaqsızlaşdırmaq üçün, kişiləri petuq, qadınları fahişə etmək üçün ortaya saldığı bu Bayram Nurlular, Baboşlar, Toliklər, Lalə Azərtaşlar hədəf alınırdı. İlhama söyləsi, söyüşü xalq əsəbindən bunlara söyür. Və nəticə etibarilə İlham Əliyevin propagandası, İlham Əliyevin xalqı hara aparıb çıxartmağı, İlham Əliyevin istədiyi yerinə yaxşı yetirilmirdi. Ona görə də söyüşü, hamı Toliki söyürdü, Laləni, aparıcı zavurları, hamı söyürdü, xoş qədəmi zadı. Ona bu qanun çıxdı ki, onları söyəndə, onlar sırazı polisə deyəcək, polis də cəzalandıracaq. Vəssalam. Sonra sizə kim deyir söyün? Arıq kəlləyi kimi qəzəbli olun. Mənim efirimə çıxırsınız, hirsinizi boşaldırsınız. Mən söyürəm, ürəyinizdən tikan çıxır, əsəbiniz soyur. Siz barıq kəllənə dönüb özünüz partlamalısınız. Partlayan zaman o qəlpələriniz bu hakimiyyəti darmadağın eləməlidir. İlham Əliyev, birinci sən o İspan vətəndaşını döyüb cəmilədən 2-dən 9-durursan, elə oradan başlasan yaxşı olar. Birinci sən elə o lüt heykəli Bakıya gətirən mehribandan başlasan yaxşı olar. Birinci sən bir qərar verəndə öz ailəndən başlayıb o lüt şəkilləri ora-bura çəkib yapışdırdıran Leyladan başlasan yaxşı olar. 4 dənə ər dəyişdirən, hərəsi 4 dənə ər dəyişdirən qızlarından və boşanan o eks-yeznələrin evin içindən çölə çıxmamağından başlasan yaxşı olar. İlham Əliyev, 86 dənə evladın var sənin. Nazpəridən 9-durdun. Mananla dallağını yaladığına görə, ondan 9-durduğuna görə Mananya vətəndaşlıq verdin, gətirdin Bakıya. Roza Zərgərlinin qızı sənləndir. İlham Əliyev, o nazir məmur tək tapılar ki, səndən qızı gəlini səndən doğmayıbdır. İlham Əliyev, özündən danışsana. Bütün televiziya efirləri hamısı ailənə məxsusdur. Arvadına, qızlarına məxsusdur. Sevilər, bacına. Hamısında qəhvəxana gedir. Kino çəkirsən, hamısı söyüşün biri bir qəpik, seksin biri bir qəpik. İlham Əliyev, birinci sən yaramaz ailəndən başlasan daha məqsədə uyğundur, daha yaxşıdır. Belə devlət quracaq, bir buna baxın, mən belə devlət istəyirəm, qurulsun Azərbaycanda. Paranın ne kadar zor kazanıldığını bilen Almanlar, kimse de hakkı olan 1 euroyu bırakmaz, kimsenin de 1 eurosuna göz dikmez. Bunu neden anlatıyorum? Geçtiğimiz günlerde Baden-Württemberg eyaletine bağlı Zingen kentinde bir tren garında bir Alman tuvalete girdi, 1 euro parasını ödedi. Ancak içeri girdiğinde tuvalette tuvalet kağıdının olmadığını gördü. Evine gitti. O tren garındaki tuvaleti işleten şirketi buldu. Onlara mail yazdı. Şu tarihte, şu saatte tuvaletinizi kullandım. 1 euro parasını da ödedim ama içeri girdiğimde tuvalet kağıdı yoktu. Dolayısıyla verdiğiniz hizmet eksikti. Ödediğim 1 euroyu bana geri iade edin dedi ve altına da IBAN numarasını, adresini, telefonunu yazdı. Peki o şirket ne yaptı? Maile anında cevap verdi. Yaşanan bu durum nedeniyle o müşteriden özür diledi ve 1 euronun da o vermiş olduğu IBAN'a hemen iade edileceğini bildirdi. Evet, gördüğünüz üzere Almanlardaki hak, hukuk, adalet işte böyle. Bəli, 5 qəpik verəcəyin varsa 78 qəpiklik evə məktub göndərirlər ki, 5 qəpiyini qaytar. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, belə devlət qurmaq istəyirik. İndi elə bil ki, mən belə devlət qurmaq istəyirəm. Amma ola bilsin ki, başqaları gələcək belə devlət qurmayacaq. Deyəcək, bax, cinayət işi qaldıracaqlar. Bax, biz o salfetkanı boş ver. Tuvaletə sən sıçmasaydın, şalvara sıçacaqdın, biabır olacaqdın, nə bilim, neyniyəcəkən, bizim qəhbələr olsaydı. Hətta İlham Əliyev də bunu eləmək mümkün deyil, amma yenə deyirəm, bir yarı diktator, Türkiyə kimi olsaydı, Türkiyə kimi. Deyəcəklər ki, bəs belə də. Şalvara sıçacaqdın, bu qədərdən, sonra özünə təzminat qaldıracaqdılar. Hər nəysə, biz belə devlət qurmaq istəyirik, dəyərli həmvətənlər.